tibb müəssisələrində keyfiyyətli tibbi xidmətin əlçatan olması üçün qeyri-rəsmi ödənişlərin qarşısı alınıb və məqsədimiz odur ki, vətəndaş icbari tibbi sığorta çərçivəsində tibbi xidmətləri heç bir ödəniş etmədən və keyfiyyətli şəkildə əldə edə bilsin. Hər bir vətəndaşımızın aldığı tibbi xidmətin qarşılığı icbari tibbi sığorta agentliyi tərəfindən ödənilir. Cavabları saat 3'e çıxacaq inşallah. Saat 3'də. Hə, saat 3'də gəlir. 10 maddə hörmət eləmişsə, hörmət edin gedir. Hörmət edin. Gözlə, gözlə. Gözlə, gözlə da. Bir dəqiqə gözləyin. Dayanın, birdən artıq görəm. Bu sənə. Nereden verirsen görür mü baştan? Sonra götürürüm. Əməliyatı sonra yamara yaxınlaşırsa doktora. Köməkçim görüşənə baxıram, ona görə. Əməliyatı sonra yamara yaxınlaşırsa doktora. Wissen wir, dass es Studien des Kreisfelder sind? Kein Platz. Beşdir, ya. Doğru taraf. Hepsine bana konuşur, çok söylermiş. Bir tane daha tek Allah şəfa bilsin. Sen kardeş başlayıp bir şeyde keçir, 10 dəqiqəyə çıxacaq. İnşallah. İçerideki kızlara da hürmet ederdim. Harada? Burada yuxarı gətirənlərə? Əməliyyatda, yox, gətirənlərə aid yoxdur, içəridə əməliyyat. Allaha hərəsi özü aiddir. Əməliyyat bloku da buna, olan Gətirənlər bir də yəqin onlara bilir. Gətirənlər cərrahiyyə şöbəsidir, onlar tutardı. Bu əməliyyat olunur da burada. Nə qədər verin? Nə verirsən böləcək hamısı. İnsafla 45 nəfər qız olur. Nə verirsən, hər bir 3 manat verəsən, 5 manat, 4 manat, nə verirsən, ver. Belə. Sən onda 10 manat verib bölər. Allah verir. Sağ olasın, Allah razı olsun. Allah köməyin olsun. Bir də bunu al gətir, 2 dəfə safiyyə. Həkimləsin. Nə üçün? Dərmanlar. Burada şeydə 2-3 dəfə alacaq şey. Alasan, Anlamdır da, yəni yoxsa burada ona. Artıq tibb müəssisələrində vətəndaşımızın kənardan dərman gətirməsinə və yaxud da qida təminatına ehtiyacımız yoxdur. Çünki hər bir stasionar müalicə alan vətəndaşımız tam olaraq dərman təminatı ilə tibbi sərfiyyatlarda təmin olunur. Girimi çox olmadı. Yok, çok olur. İçeride ben bu nəfər qoyuşum bunları əməliyyat Yox, yuxarı çıxandanlara 5 manat vermişəm. Evet, cibində də Vermişəm. O 10 manat da söylüyor. Ben yuvandırma da bizden, ne olar ki? Kiler onları bilir, özümüz bilir. Sağ ol. Özelliklerimiz bir dakika
üçün antibiotik suyu deyə həll eləmək, 1 manat qiymətli qarabçası. Gentamisin də 2 dərə yazmışam, o da ikisi 1 lira. Allah Allah, bu yerim alsın. Hə, 2 gəlmiş edici. Suat eləyər eləməz daha 1 lira. Başqa da ki, xanımlar da nəsə istiraslarda hörmət elədir. Bunları kesinlikle ben bilmiyorum ki. İçine 8-cən qulluğunu verdim. 2 mesə istirası var, 2 santarkası var, bir yeməyə verəm. Danı qılması, tanışına verirsin 2 manat. Beşlik bölüşdə mətbəxdə var. Ana orada yerləşir. Buna baxar, koy yanına. Yaxşı bakın. Almanı səndə. Onun istirası mənə yoxdur. Özün nə verərsən çıxar. 2 manat, 2 manat, 1 manat xadına. Verdim ona. Ben diyorum ki yanında değil mi? Bilirsen böyle bir. Mən gözləyirəm, gəlir yanına, şəxsiyyətinizlə görüşürəm. Pasportu verdi, koy versin. Verdi. Verdi, hadi verdi. Siz İndi doktorun siz nə verəcəksiniz doktora? 100 manatı iyi gör nə deyirəm. 100 manat istiyor. 100 ver. 10 bunadır gör nə deyirəm. Sonra 5'te ver, mən üçün arvalara dedim ki... Sağ olsun, baxın xadimə, yarasına baxıb, ona daibiyət dedi ki, sənə 5 manat verəcəm, yarasına baxıb. Şimdi bu 100 manat 100 həkimin. Hə, 100 həkimi var, yazdım, var, 100. 20 basır götürəm. Hə, Allah sənə. O həkim. Bu 13 milyon. Onun da, bu 10 ben Kesin kızam yerine sərsərdə aldım, oturuyorum bir əldə çekiyorum. 5'te uzadım. Zahir müəllim, nə idi icbari tibbi sığorta? Ona qədər necə idi, ondan sonra necə oldu? İcbari tibbi sığorta tətbiq olunandan sonra artıq vətəndaşlarda belə bir rahatçılıq yarandı, onlarda bir güvən yarandı ki, əgər işdi şahid mənim ailə üzvlərində və yaxud da özümdə hər hansısa bir səhhətimdə problem yaranarsa, mənim güvənə biləcəyim bir dövlət qurumu var, mənim gedə biləcəyim bir qapı var ki, hardan ki mən həmin o tibbi xidməti almağa və hər hansı bir maliyyə vəsaiti mənim xərclərimdən çıxmamağa o səbəb olacaq və artıq mən rahat şəkildə gedib o xidmətimi ala biləcəm.